Salam əziz investorlar. Analitik ictimaiyyət sizinlə əlaqə saxlayır sistem, Guru Markets. Şirkət haqqında ümumi məlumatla başlayırıq. Lazım gələrsə dayana bilərsiniz. Tədqiq olunan korporasiyanın bütün parametrlərini daha diqqətlə nəzərdən keçirə bilərsiniz. İndi biz şirkətin cari fundamental göstəricilərini təhlil edəcəyik. Red Cat Holdings Inc. ticker RJAT. Bu rəy o zamanki cari məlumat əsasında yaradılmışdır. 7 aprel 2025-ci il. Təsnifatına görə Guru Markets Korporasiya Red Cat Holdings Inc. alt kateqoriyaya aiddir. Military təhlildə 64 təşkilat iştirak edir və bu çox təmsil edicidir. Verilən qərarları bu videonun sonunda görəcəyik. Tədqiq olunan şirkət üçün ümumi nəticə belədir. 10 baldan -7,5 bal. Alt kateqoriya üzrə orta nəticə 1,8 bal. Geniş baxsanız, bütövlükdə ABŞ fond bazarında. Bütövlükdə bütün bazar üzrə orta reytingin 1,9 bal olduğunu görə bilərik. Şirkət üçün -7,5 bal hesabına Red Cat Holdings Inc. Şirkətin səhmlərinin qiymətinin dinamikasının müqayisəsi Red Cat Holdings Inc. və alt kateqoriyalı şirkətlər. 12 ay ərzində şirkətin səhmlərinin olduğunu görürük. Red Cat Holdings Inc. 661,9% dəyişiklik göstərib. Alt kateqoriyadakı qiymət dəyişikliklərinə qarşı %6,1. Bu açıq aydın heç nə demir, lakin bu faktı nəzərə almaq lazımdır. Şirkətin bazar kapitallaşması Red Cat Holdings Inc. 0,53 milyard dollardır. 655 milyard dollarlıq alt kateqoriyanın bazar kapitallaşması ilə Red Cat Holdings Inc. 0,81% paya malikdir. O, alt kateqoriyada çox kiçik şirkətlərdən biridir. Şirkətin balans kapitallaşması 0,2 milyard dollar həcmində qiymətləndirilir. Və alt kateqoriyanın kapitallaşması 191 milyard dollardır. Red Cat Holdings Inc. 0,12% paya sahibdir. Birjanın işğal olunmuş səhmlərinin və balans kapitallaşmasının müqayisəsini apardıqdan sonra aşağıdakıları görəcəyik. Paylaş Red Cat Holdings Inc. alt kateqoriyada bazar kapitalizasiyası üzrə qiymətləndirmə 0,81% təşkil edir. Balans dəyəri 0,12% təşkil edir. Bu da bazar dəyərinin payından 85% azdır. Alt kateqoriyada təşkilatın bazar və balans kapitallaşma payının qiymətləndirilməsi PIS -1 bal. Təhlil edilən şirkətin maliyyə öhdəlikləri 0,12 MLRD. Borcun balans dəyərinin 60%-ni təşkil edir. Şirkətin borc öhdəlikləri üzrə reyting dözümlü 0 bal. Şirkətin birja dəyərinin mənfəətə nisbəti 0-dır. Alt kateqoriyada orta göstərici 24,8 idir ki, bu da alt kateqoriyadan xeyli pisdir. Alt kateqoriya təşkilatları ilə müqayisədə bazar qiymətinin mənfəət göstəricilərinə görə qiymətləndirilməsi çox pis, -2 bal. Son 12 ayda mənfəət -38 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək mənfəət məlum deyil. Bu, şirkətin qiyməti üçün son dərəcə pisdir. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə gözlənilən gələcək mənfəət göstəricilərinin qiymətləndirilməsi PIS -1 bal. Şirkətin qiymətinin gəlirə nisbəti 32,2-dir. Alt kateqoriya üzrə orta göstərici 1,7 idir ki, bu da alt kateqoriyadan 1794% yüksəkdir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə birja dəyərinin onun gəlirinə qiymətləndirilməsi PIS -1 bal. Son 12 ayda gəlir 20 milyon dollar olub. Gələcək 12 ay üçün proqnozlaşdırılan gəlir məlum deyil. Və bu şirkət üçün çox pisdir.
Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə gözlənilən gələcək satış həcmlərinin qiymətləndirilməsi, PIS, -1 bal. Marja -232,9% təşkil edir. Alt kateqoriyada orta göstərici 6,8% təşkil edir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 239,8% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə satış marjasının qiymətləndirilməsi, dözümlü, -0,5 bal. Alt kateqoriya işçilərinin sayı baxımından şirkətin payı 0,9% təşkil edir. Bu, bazar kapitallaşma payından 800% azdır. Və bu, şirkətin birja dəyərindəki balanssızlığı göstərir. Red Cat Holdings, Inc. daha çox yenidən qiymətləndirməyə doğru. Şirkət işçisinə düşən bazar kapitalının məbləği $5,937,000 bərabərdir. Alt kateqoriyada isə $646,000 var. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasındakı fərq 819%-dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən kapitalın miqdarının qiymətləndirilməsi, dözümlü, 0 bal. Fərdi işçiyə düşən mənfəət $430,300,000-dır. Alt kateqoriya üzrə orta qiymət $26,100,000-dır. Və alt kateqoriya üzrə orta göstərici ilə şirkətin fəaliyyəti arasındakı fərq 1550% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə fərdi işçiyə düşən mənfəətin qiymətləndirilməsi, dözümlü, -0,5 bal. Şirkətin hər bir işçisi üçün gəlir payı $184,000-dır. Alt kateqoriyaya görə $382,000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin fəaliyyəti arasındakı fərq 108%-dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir şirkət işçisinə düşən gəlirin həcminin qiymətləndirilməsi, dözümlü, -0,5 bal. Satışa çıxarılan səhmlər %12, alt kateqoriya orta hesabla 2% təşkil edir. Bu, qısa bir sıxılmanın qiymətləndirilməsidir. Texniki göstərici RSI 14 şirkət üçün %49 səviyyəsini göstərir. Red Cat Holdings, Inc. Alt kateqoriyada RSI səviyyəsi 14-35%-dir. Texniki cəhətdən alt kateqoriyanın qiymətli kağızları şirkətin qiymətindən aşağı qiymətləndirilir. Red Cat Holdings, Inc. Şirkətin səhmlərinin faktiki qiymətləndirilməsi təxminən $6,16. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi $13,32 civarındadır. Cari təxmin və konsensus proqnozunun dinamikası təxminən 116%-dir. Gəlin sifariş cədvəlinə keçək, o mövcuddur, ona keçid bağlanmış şərhdədir. Sifariş cədvəlində müəyyən bir mövsümdə informasiya sistemi tərəfindən qəbul edilən bütün qərarlar var. Guru, Markets. Sifariş cədvəlinə giriş pulsuz və pulsuzdur. Link bağlanmış şərhdə. Şirkətin qiymətləndirməsinə əsaslanır. Red Cat Holdings, Inc. Yardım sistemi Guru, Markets aşağıdakı qərar qəbul edilir. Səhm üçün $6,17 qiymətə düşmək üçün sifariş açın. Sifariş şirkətin kifayət qədər aşağı reytinqə malik olması səbəbindən açılıb. Şirkətin qiymətləndirməsi qiymətləndirmə yanaşmasından, Akimin indeksindən istifadə etməklə aparılmışdır. Mənfəət götürmək 3,81 səviyyəsində müəyyən edilmişdir. Stop loss 8,500 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, sonra sifariş 07 may 2025-ci il tarixli ticarət sessiyasının nəticələrinə əsasən müstəqil olaraq müəyyən edilir. Və ya bu tarixdən əvvəlki son ticarət günündə. Ticker, qeydə, əsas alış sifarişidir. Əsas sövdələşmənin videosu artıq bu kanalda yayımlanıb. Sifarişlərdən birini bağlayarkən, əsas və ya balanslaşdırıcı. İkinci sifariş cari səviyyədə müəyyən edilir.
Bu videoya baxdığınız və informasiya sistemindən istifadə etdiyiniz üçün çox sağ olun Güruh Markets.